Keçən həftə qeyd elədik ki, Allah insana nəzər yetirərkən onda görmək istədiyi ən mühüm hal, vəziyyət, razılıq vəziyyətidir. Bu çətinliklə dolu dünyanın dərd-qəminə razı olmaq, bütün vücudu ilə insanın bu problemlərə, çətinliklərə, sıxıntılara razı olması insanın ən gözəl, ən mühüm xüsusiyyətlərindən biridir. Razı olmaq problemlərə təslim olmaq deyil. Razı olmaq problemin həllinə çalışmamaq deyil. İnsan razı olaraq problemlərin həll edilməsi istiqamətində addım atır. Mən bir məsələyə işarə elədim, amma suallar verilir deyə bugün yenə də o mövzuya qayıtmaq istəyirəm. Razılıq mövzusunun daxilində bu mövzuya da yenə də qayıtmaq istəyirəm. Sual verilir ki, keçən dəfə mən buna işarə elədim, amma deyəsən qane eləməyib. Sual verilir ki, əgər biz bir şeydən razıyıqsa, niyə dua eləməliyik o zaman? Biz bir haldan razıyıqsa, niyə nəyisə istəməliyik? Əgər razıyıqsa, niyə istəməliyik ki, vəziyyətimiz dəyişsin? Elə hər şey qalsın öz yerində, razılığın mənası bu deyilmi? Əgər mən xəstəliyə razıyamsa, niyə dua eləməliyəm ki, Allah mənə şəfa versin? Mən yoxsulluğa razıyamsa, niyə dua eləməliyəm Allah mənə ruzu versin? Çox dərin mövzulara daxil olmaq istəmirəm. Elə üzdən cavab versək yaxşıdır. Cavab belədir ki, əvvəla biz bilməliyik ki, başımıza gələn bütün işlər Allahın istəyidir. Ola bilər ki, günahlarımıza görə hansısa bəlalarla qarşılaşırıq, amma hər halda həyatımızı idarə edən Allahdır. Hər bir şey Allahın iradəsi iləndir. Deyirik ki, ilahi, sən belə istəmirsən, mənim başıma bu iş gəlsin, mən etiraz eləmirəm, mən razıyam. Amma özün də buyurmusan ki, dua edin, mən istəyimi dəyişim sizə qarşı, iradəmi dəyişim. Dua Allahın iradəsini dəyişir. İndiki vəziyyətimdən razıyam, yaxşıdır, amma daha yaxşı olsun. Qorxuram ki, dözməyəm. Razıyam, amma qorxuram bu yükü çəkə bilməyəm. Özün demisən ki, gəlsəz mənim qapıma, mən dəyişərəm. Mən razıyam, amma dəyişə bilərsən mənim üçün bu vəziyyəti. Əgər dəyişdi, düzəldi, düzəldi. Əgər düzəlmədi, yenə də deyəsən ki, hər iki halda razıyam. Hər iki halda etirazım yoxdur. Əsas mən bunu başa düşürəm ki, bütün işlər sənin əlindədir. Bu mənə arxain eləyir. Əsas mən başa düşürəm ki, sən mənim xeyrimi, ziyanımı məndən yaxşı bilirsən. Bu mənə arxain eləyir. Mən razıyam. Amma bəzi problemlər var ki, məni sıxır, qorxuram ki, dözə bilməyəm. İndiki halımda razıyam. Əgər məsləhətsə, xahiş edirəm bu problemi həll elə. Bu duanın ədəbidir. Bu duanın qaydasıdır. Bunu səthi düşünən adamlar başa düşmür. Necə yəni, həm razı ol, həm dua elə. Dində belə məsələlər çoxdur. Dinin çətinliyi də bundadır. Ki, zahirən bir-birinə zidd 2-3 xüsusiyyət bir insanda cəm olsun. Dinin gözəlliyi, çətinliyi bundadır. Deyirsən, həm qorx Allahdan, həm ümid elə Allaha. Bəziləri bunu başa düşmür. Çoxu bacarmır. Çoxu mərhəmətlə qorxunu uzlaşdıra bilmir. Rəhimli Allahdan qorxmaq necə olur, onu bacarmır, onu dərk eləyə bilmir. Bəziləri deyir, mən ya gərək Allahdan qorxum, ya ona ümidli olum. Bu iki halın ikisi də məndə olsun, bu çətindir. Bunu bacarmır. Əli əleyhissalam buyurur ki, dünya işi üçün çalışanda elə çalışsan ki, 100 il yaşayacaqsan. Mənəvi məsələlər haqqında düşünəndə sanki sabah öləcəksən. Bunu bacaran neçə nəfər adam var. Necə eləyim bunu? Ya mən ümidliyəm ki, yaşayacağım, keyfim kökdür, həvəslə çalışıram,
ya da ehtimal verirəm ki, sabah öləcəm, əlim ayağım hər şeydən soyuyur, ruhdan düşürəm, məyus oluram. Bunun ikisini də uzlaşdıran adamlar azdır. Bir arif adam var idi, mən onun həyatı barədə oxumuşdum. O, bəsirət sahibi idi. Öldüyü günü, saatı demişdi qabaqcadan. Ki, filan saatda. Dedi, mənim bir gün ömrüm qalıb. Amma xəstə idi, həkim də dərman yazmışdı. Həkim də dərman yazmışdı. Ömrünə, ölümünə neçə saat qalmış, səhər vaxtı o dərmanı qəbul edir. Deyirlər, yaxşı, buradan deyirsiniz ki, mən dünyadan köçəcəm, buradan da bu dərmanı qəbul edirsiniz. Deyir ki, o başqa məsələdir, bu başqa. Bu mənim vəzifəmdir. Bu mənim vəzifəmdir. Mənim qeybdən aldığım elmin mənim məsuliyyətimə, vəzifəmə heç bir aidiyyəti yoxdur. Bunu mən eləməliyəmsə, Allah məndən istəyib bunu, bu dərmanı qəbul edeyim. Allah rizası üçün bu işi görməliyəm. Bu mənim bəndəlik vəzifəmdir. İnanın ki, çox dərin məsələlərdir bunlar. Çox dərin mövzulardır bunlar. Zahirən bir-birinə zidd olan hallar var. Bu hallar bir insanda olmalıdır. Allah bizi belə görmək istəyir. Dinin çətinliyi də bundadır. Yoxsa asan olardı, hamımız dini öz xasiyyətimizə uyğunlaşdırardıq, necə ki uyğunlaşdırmışıq. Dini öz rəngimizə boyamışıq biz dini xüsusiləşdirmişik, şəxsiləşdirmişik. Hamımızın öz xasiyyətimizə uyğun dinimiz var. Bu dindarlıq asandır, ona görə çoxumuz dindarıq. Amma Allah nəzdində olan dindarlıq, o ziddiyyətlərin bir insanda cəm olması. Allaha kamil bəndə olan insanın xasiyyətini tutmaq olmaz. Demək olmaz ki, bu belə xasiyyətli adamdır. O xasiyyət qəlbindən çıxıb, təbiət çərçivəsindən aşıb, o təslimdir. Ona görə də onda zahirən Allahın iradəsi dəyişdikcə, bunda zahirən bir-birinə zidd olan hallar müşahidə olunur. Çünki bunda özündən nəsə yoxdur. Hər şey Allahdandır. Dinin çətinliyi də bundadır. Razılıq və duanı uzlaşdırmaq. Bəziləri o qədər Allahdan razıdır ki, nemət içindədirlər. Dua yaddan çıxıb. Bəziləri isə çətinlikdədirlər, ancaq dua ilə məşğuldurlar. Çətinlikdə bəladadılar. Bəla aradan getdi, Allah işini düzəltdi, yenə Allah yaddan çıxdı. Çoxu belədir. Din deyir, həm həyatı yaşa, həm də Allah yadında olsun. Ya cəmaat öz işindədir, Allah yadına düşmür, həyatını yaşayır, Allah yadda deyil. Yaxud da Allah yadındadır, iş dalıca getmir. Belə ziddiyyətli vəziyyətdir. Dua ilə razılıq belədir. Ədəblə dua eləyəsən. İlahi, mən narazı deyiləm. Amma tutumum azdır, ola bilər əziyyət çəkim. Bu, narazılığın ifadəsi deyil. Həzrəti Əyyubun nə gözəl duası var Quranda. Ədəbin gözəl bir nümayişidir Quran-ı Kərimdə. Duanı necə edərlər Həzrəti Əyyubun dilindən Allah bizə bəyan eləyir. Bilirsiniz, mən başına gələn hadisələri sadalamaq istəmirəm. Deyirlər, hər şeyini Allah, deyirlər deyəndə ki, Quranda, hədislərdə qeyd olunur. Hər şeyini Allah əlindən aldı, hər şeyini. Axırda deyir, cəmaatın da bir qismi söz axtarır danışmağa, töhmət vurmağa, böhtan atmağa. Heç elə bil ki, qiyamət olmayacaq. Heç elə bil ki, insanlar danışdığına, sözlərinə cavab verməyəcəklər. Baxmırlar kimə nə deyirlər, nə ittiham edirlər. Həzrəti Əyyub əleyhissalam bizim üçün təsəllidir, bizim kimlər üçün. Ki, Həzrəti Musa bir dəfə gileyləndi ki, mən Kəlimullaham, mənə nə böhtanlar atırlar, nə sözlər danışırlar. Allah dedi ki, sən Kəlimullahsan, mən Allaham, gündə nə qədər mənim qeybətimi eləyirlər. Düzdür, Allahın qeybəti olmaz, çünki Allah hər yerdədir. Həzrəti Əyyub üçün bu sözü dedilər ki, gör nə qədər günahkar adamdır ki, bu qədər başına bəla gəlib. Burada dedi ki, ilahi, söz yarası, dil yarası ürəyi sındı. Duasını Quran bizə öyrədir ki, necə dua eləyin. Dedi, inni məssəniyə zur və əntə ərhamur rahimin.
Görün nə ədəblə dua elədi. Dedi, ilahi, mənə çətinlik üz verib və sən rəhimlilərin rəhimlisisən. Vəssalam. Mənə çətinlik üz verib və sən rəhimlilərin rəhimlisisən. Yəni, özüm bax, öz ixtiyarıma qoyuram. Hər halda razıyam, amma görürsən vəziyyətimi. Bu, bir insanın ən kamil halıdır, kamil vəziyyətidir. Ona görə deyirlər, duadan qabaq şükr eləyin. Duanı şükürlə başlayın. Ədəb tələb eləyir. Birdən-birə başlayın, ilahi, mənim bu problemim var. Allah deyər, bu nə ədəbsiz bəndədir. Nə qədər şey vermişəm, yadına salmır. Ancaq istəyir. Əvvəl sadala ki, bax, mənə filan neymətləri vermişsən. Allahı tərif eləməklə duaya başla. Ən gözəl nümunələrindən biri sizə təklif edirəm. Evə gedəndə, vaxtınız olanda, sabah, bugün, başqa günlərdə ərəfə duasını açın. Baxın, o duanı oxumaq çətindir. Mən, yəni, böyük bir duadır, onu hər adam oturub oxuya bilməz. Mən dəfələrlə sizə demişəm, hərdən duaları kitab kimi oxuyaq. Yoxdur, bizim o halımız yoxdur İmam Hüseyin ağa kimi saat, yarım, 2 saat Allahla münacat eləyək. Amma duanı hissə kitab kimi oxuyaq, öyrənək. Görün necə şükür qarışıq dua eləyir. Allah həmd eləyir, duasını deyir, təzdən həmd eləyir. Allahın tərifi ilə dua bir-birinə qarışıb. İstəklə Allahın tərifi. Bax, bu razılıqla duanın uzlaşdırılmasıdır. Dua ilə zidd deyil. Dünya qanunları necədir? Biri mənim haqqımı yiyib, gedirəm məhkəməyə verirəm onu. Haqqımı tələb eləməyə. Sonra gedirəm, deyirəm ki, yaxşı, razıyam. Ərzəmi geri götürürəm, şikayətimi. Yəni, razıyam. Onda nə olur? Onda iş bağlanır, sən də hüququndan məhrum olursan, könüllü şəkildə. Amma Allah məhkəməsi belə deyil. Elə ki, Allahın huzuruna getdin, dedin, ilahi, razıyam. Allah haqqından artığını verməyə başlayır. Deyir ki, bu ki razılıq elədi, mən bunu nəinki məhrum eləməyəcəm. Keçən dəfə İmam Həsən əleyhissalamdan hədis dedi. Qəribə ilahi qanunlar var. Dünya qanunları belə deyir. Sən ki razı oldun, iş bağlandı, deyirlər, xoş getdin. Amma Allahın huzurunda belə deyil. Sən razı olursan, Allah deyir ki, razı adam ki razıdır, indi görün mən nələr verəcəm. Başlayır artıqlaması ilə verməyə. İşi bağlamır. Əksinə daha da çox lütf eləməyə başlayır. Daha da çox inayət eləməyə başlayır. Haqqın özüvə çatır artıqlaması ilə. Bəndəm deyir razıyam, mələkləri dəvət eləyir. Deyir ki, bəndəm deyir razıyam. Amma görürəm nə qədər problemləri var. Amma gör nə ədəbli bəndədir ki, deyir ki, mən səndən razıyam. Allah baxır, deyir, gör nə ədəbli bəndədir. Nə gözəl bəndədir. Mənim mələklərim, həll eləyin bunun müşküllərini, bunun çətinliklərini. Bir çox mövzular dində belədir. Gəlirdilər, deyirlər, ya Rasulallah, biz anlamırıq. Allaha təvəkkül eləyək, ya dəvənin ayağını bağlayaq. Biz anlamırıq, bunu uzlaşdıra bilmirik. Biz elə bilirik ki, burada oturmuşuq, deyirik, o bədəvi ərəblər idi, anlamırdı, biz anlamışıq. Amma vallahi həyatımıza baxanda biz də anlamamışıq. Dildə anlamışıq. Heç düşüncəmiz ola bilər inkişaf eləyib, amma həyata yanaşmamız çoxumuzun elə o ərəblərlə heç bir fərqi yoxdur. Onlar da anlamırdılar. Ya Rasulallah, necə eləyək dəvənin ayağını həm bağlayaq, həm də Allaha təvəkkül eləyək. Bundan ikisindən biri olmalıdır. Biz təvəkkül eləyək, ya dəvənin ayağını bağlayaq. Elə miniyi buraxaq da Allahın ixtiyarında. Deyirdi, yox, bağla, həm də təvəkkül elə. Bax, buna əməl eləmək çətindir. Buna əməl eləmək çətindir. Biz evdən çıxırıq, maşınımız yaxşı işləyir, hər şey qaydasında, benzinimiz var. Hər şey qaydasındadır, bəli. Allah, səninlə işim yoxdur. Sənin vaxtınızı almayaq, siz başqa işlərlə məşğul olun. Mənim bu gün sizə ehtiyacım yoxdur, hər şey qaydasındadır. Yolu gedirik. Amma elə ki, maşınımız xarabdır, iclasa tələsirik, ya Allah deyə gedirik. Bax, bilirsiniz, din bizdən nə istəyir? Maşın saz vəziyyətdə olanda həmin o halda olaq ki, maşınımız xarabdır. O qədər ehtiyacı hiss eləyək Allaha. Bunu bacar, ona görə deyirəm, o ərəblərdən fərqlənmirik. Biz ehtiyacımız, zahiri vəziyyətimiz qədərdir Allaha.
Zahiri vəziyyətimiz qədər. İndiki maşının sazdı, elə həmin halından ya Allah deyə get. Söhbət dildə nəsə deməkdən getmir. Yanaşman öyle olsun ki, hər şey sənin əlindədir. Hər şey. Allah çox vaxt bizim problemlərimizi həll eləmək üçün bizə bunu istəyir. Biz bunu eləmirik deyə problemlərə düşürük. Problemlərimiz həll olunmur. Ya təvəkkül eləyirik, o vaxt ki vasitələr üst çevirib, elə ki vasitələr xeyrimizə oldu, vasitələrə diqqət eləyirik, Allah yaddan çıxır. Bir nəfər danışırdı, deyirdi ki, yol qəzası oldu, şəhərlər arası yolda. Düşdü, gördü ki, maşın açdı, neçə nəfər adam elə yerində dünyasını dəyişdi. Bir qadın da çıxdı, sağ qalıb, dizinə döyür, qışqırır, ağlayır da, təsəvvür eləyin nə vəziyyətdir. Deyir, bunu güclə sakit elədi, deyir, böyle göz yaşı içində, deyir ki, mən əlacsız xəstəyəm. Həkimlər mənə dedi ki, sənin burada qalmağın mənasızdır xəstəxanada, get evə, yəni ölümü gözlə. Bunlar da gəlmişdi mənə aparmağa. İndi işə bax ki, bunlar dünyasını dəyişib gözümün qabağında mən sağ qalmışam. Bir saat əvvələ qayıdın, bir saat əvvəl o kişilər deyirdi ki, bu yazıq bir şey qalmayıb bunun həyatına. Bu, bir həftəlik, 10 gün həyatı qalıb. Belə düşünürdü. Eşitmişsiniz İmam Rıza Aleyhisselam bir xəstənin iyadətinə gəlir, ziyarətinə gəlir. Xəstənin qardaşı da başının üstündə ağlayır. Bunu da lap can verən vaxtıdır. Birdən görürlər Həzrət gülür, təbəssüm var. Deyirlər, axı imamlar ədəblidir. Ədəbli sözü azdır imamsında, yəni ədəbi hamılardan öyrənir. İmam belə yerdə xəstənin başının üstündə qardaşı da ağlayır, təbəssümün mənası görəsən nədir? Soruşanda buyurur ki, bu xəstə ki görürsünüz can verir, sağalacaq, onun başının üstündə ağlayan qardaşı ondan qabaq dünyasını dəyişəcək. İndi bu deyir ki, yazıq ömründən belə qaldı, amma dəyişəcək vəziyyət. Biz indi sağlam burada oturmuşuq. Əlhəmdülillah sağlamıq. Çoxumuz sağlam vəziyyətdə oturmuşuq. O xəstəxanada əlacsız xəstələr var, o xəstəliyin adını da çəkməyə qorxuruq. O xəstələrdən az deyil bizim ehtiyacımız Allaha. Bunu başa düşsək böyük adamıq. Bunu başa düşənlər neçə nəfərdir? Biz gərək o yatağa düşək ki, o ehtiyacı anlayaq. Amma inanın eyni dərəcədə ehtiyaclıyıq o xəstələr qədər. Onlardan az ehtiyaclı deyilik. Sağlam halda Allaha şiddətli ehtiyacı hiss eləyəsən. Cibində pul olan halda Allaha şiddətli ehtiyacı hiss eləyəsən. Dünyanın bütün hadisələri sənin xeyri və cərəyan eləyəndə, o hadisələr səndən üz çevirəndə, hansı haldasansa həmin halda olasan. Bax, bunu din bizdən istəyir. Səcdəyə gedirik, İrham əbdəkəz zəliləz zəifəl miskinəl müstəkinəl fəqirəl cahil. Bu dualar imamlardan qalıb bizə. Bunu nə vaxt deyirik? İrham əbdəkəl fəqir. Yəni, fəqir bəndəvə rəhm elə. O vaxt ki, cibimizdə pul yoxdur. Mən zatən fəqirəm. Zatən fəqirəm. İrham əbdəkəl cahil. Cahil ancaq kim? Dərs oxumayanlar deməlidir bu duanı, yox. Professor ol, akademik ol, ayətullah ol, ayətullah lüzma ol, məsum imam ol. Yenə get səcdəyə dinlən, İrham əbdəkəl cahil, cahil bəndəvə rəhm elə. Elmüvə söykənmə, var dövlətivə söykənmə, heç nəyəvə söykənmə. Allaha sığın, Allaha pənah apar. Biz ya sağlamıq, Allaha ehtiyacsızıq, ya xəstəyik, Allaha ehtiyaclıyıq. Ya fəqirik, Allaha ehtiyaclıyıq, ya zənginik, Allaha ehtiyacımız yoxdur. Bizim düşüncəmiz, həyata yanaşmamız budur. Xəstə olanda Quran da bu tərs təfəkkürü tənqid edir Quran-ı Kərim. Dəavullah muxlisin. Bəzi gəmidə deyir, qərq olan vaxt ixlasla, doğrudan da ixlasla Allaha çağırırlar. Elə ki, sahilə çıxdı, yenə həmin şey. Belə bəndələrik. Belə dindarlıq asandır. Ziddiyyətləri bir yerdə cəm eləmək çətindir. Hər halda Allahın əlində görəsən hər şeyi.
Maşını saxlayırsan, açarı bağlayırsan, indi də başqa cür bağlayırlar da, köhnə qaydada deyil. Bağlayırsan, deyəsən, ilahi, bu mənim vəzifəmdir, amma maşın da sənin əlindədir, oğru da. İkisi də sənin əlindədir. Sənə tapşırıram. Özün bax. Amma biz belə eləmirik, deyirik, yox, ilahi, sən narahat olma, bunun siqnalizasiyası var, bu problem yoxdur. Sən narahat olma. Bu işlərə sən baş qoşma, mühüm işlər var. Bizim məntiqimiz budur. Razıyam de, sonra problemin həllini istə. Və get həlli üçün. Əgər din belə olsaydı ki, razı ol və dua eləmə, həllinə də çalışma, onda dindarlıq asan olardı. Onda dindarlıq asan olardı. Dindarlıq hünər olmazdı. Dindarlığın çətinliyi bundadır. Zahirən zidd olan şeylərin bir yerdə cəm olması dini gözəlləşdirir. Təvəkkülün çətinliyi bundadır ki, çalışmaqla yanaşı olsun. Təvəkkülün çətinliyi bundadır. Yoxsa hər tənbəl təvəkkül eləyərdi. Uzanardı yerində, deyərdi, ilahi, həll elə problemi. O təvəkkül eləməyə nə var? Din deyir, get həllinə, bax, problem bir söz nədədir? Get məsələnin həlli üçün, çalış. Çalışanda da adamlar çıxır axı ortaya, vasitələr. O deyir, darıxma, mən həll eləyərəm, filan kəs deyir, filan. Bax, bu filan kəslər başlayır qabarmağa yavaş-yavaş, Allah yaddan çıxır. İndi gəl bunları uzlaşdır. O filan kəsə vasitə gözü ilə bax. Deyir, bir adam birinə desə, sən olmasaydın, mən həlak olardım, Allaha şərik qoşub. Hədisdə var. Ona minnətdarlıq elə, ona təşəkkür elə. Amma təvəkkülü fəaliyyətlə uzlaşdırmaq ona görə çətindir ki, fəaliyyət zamanı qabağa vasitələr çıxır, vasitələr böyüməyə başlayır. Amma təvəkkül eləyən adam çox soyuqqanlıdır. Gedib filan kəsin qapısına, vəzifəsidir getmək, ona görə gedib. Vəzifəm getməkdir, getmişəm. Amma bu vasitədir. Buna bilirsiniz biz nə qədər vasitələri qabardırıq, deyir, bu kişi həll eləməsə batdım. Bu bizi xarab eləyir, çaşdırır.